Bugün Azərbaycanımız da o təhlükə gözləyir. Mən şəxsən özüm çox narahatam gedən proseslərdən. Neçə ildir, artıq 25 ildir müstəqilliyimiz var. Bu dövlətin müstəqilliyi üçün, bu xalqın müstəqilliyi üçün qanlar tökülüb, şəhidlər verilmişik. Torpaqlarımızı işğal altından azad eləmək üçün hal-hazırda igid ərənlərimiz torpaq altındadır. Və hər gündə müharibə gedir, hər gündə şəhid veririk. Əskərlərimiz yaralanırlar və yaxud şəhid olur. Və regionda və dünyada gedən proseslər də narahatçılığa həqiqətən sözünə kimi səbəbdir. Narahatçılığa səbəb olmağı dəqiqdir. Çünki Azərbaycan elə bir yerdə, ərazidə yerləşir, dünya güclərinin marağında olan bir yerdir. Parçalamaq istəyirlər Azərbaycanı. Bəzən o qədər xalqımıza qarşı yönləndilər ki, kim haqq söz dedilər, bu dövlətin düşmənidir. Kim düz söz dedi bu haqqı, kim haqqını tələb edirlər, bu dövlətin düşmənidir, erməniyə işləyir. Biri Amerikanlıya işləyir, biri İranlıya işləyir. Amma vəziyyət elə gəlib çıxıb, elə bir vəziyyətə gəlib çıxıb ki, bu gün özləri çox ittiham edirdilər, özləri sübut olunub ki, özləri xəyanət edirlər. Öz qurumları, dövlət qurumlarını idarə edən, hakimiyyətin icra orqanları xəyanət edirlər. Bəli, nəinki bizi hər bir Azərbaycanlı bu narahat edir. Çünki qıraqdan güclər dayanıb, super güclər dayanıb, əllərini, caynaqlarını açıblar ki, daxildə bir ixtişaş olsun, daxildə bir parçalanma olsun, bir milliyyətli söhbət olsun, dinə qarşı təxribat olunsun, öz istədiklərini əldə edə Azərbaycan. Çox təəssüf edirəm ki, bəzi axmaqlar belə bir vəziyyətdə qarşıdurma yaratmaq istəyir, təxribat eləmək istəyir, provokasiya xalqı çəkmək istəyirlər. Xüsusilə inancı insanları, dindarları. Onlar elə bilirlər ki, bunlar dövləti sevirlər. Əslində, dövləti sevənlər dövlətə sadiq olanlardır. Yəni, sizə heç nə bir söz deyəcəm, baxın, diqqət edin. Bu Nardaran kəndinin qazı yoxdur. Qaz verilmir. Amma televiziyada o gün, bazar günü hesabatda baxanda həmin o dövlətin məmuru deyir, Gürcüstanda erməni kilsəsinə Allaha xatir qaz verilir. Allaha xatir. Və ermənilər deyir, bizim düşmənimiz deyil erməni xalqı. Onların hakimləri bizim, o bir iddia hakimləri. Necə erməninin xalqı düşməndir? Bugün bizim balalarımızı, əskərlərimizi cəbhədə öldürənlər erməni əskəri deyil. Onlar məgər güllə atmırlar bizim əskərlərimizə. Həmin erməni xalqı deyil ki, bizə tarix boyu zülm edib, xəyanət ediblər. İndi siz bundan nə demək istəyirsiniz? Xalq bir görsün də bu nə anlam daşıyır, bu nə məna daşıyır? Yəni, erməni kilsəsinə Allaha xatir sən qaz verə bilsən, bu kəndə qaz verə bilmirsən. Yəni, bu kənd, bu cəmaat sənin gözündə nə görsənir və yaxud sənin bəlkə onlarla o tərəflə qoxumsuluğunuz var, əlaqələrimiz var, biz bilmirik bəlkə, xəbərimiz yox, aydınlıq gətirilməz bu şeylərə. Neçə ildir, 25 ildir biz müharibə şəraitində nə qədər övladlar, vətənin övladları şəhid olub, nə qədər insanlar əlil olub, 25 il torpaq işğal altındadır, çıxa bir adam deyək ki, erməni bizim düşmənimiz deyil, erməni xalqı bizim düşmənimiz deyil. Və biz onlara Allaha xatir qaz veririk. Görürsün Allaha xatirləri bizi. Şeytana xatir edirsin, nə Allaha xatir? Allaha xatir edən öz xalqına qaz verər. Öz məscidlərini qazla təmin edir. Məhz bax bu milli kimlik məsələsi ki var, bugün ən aktual olan mövzulardandır. Qoy aydın eləyək məsələləri. Kim nədir, kim nəçidir, qoy öldürsünlər amma haqq bilinsin. Qoy xalqımız başa düşsün, düşməni kimdir, dostu kimdir. Bu dindarları düşmən kimi televiziyada hər gün qələmə ver, hər gün terrorist kimi göstər, öz sirkin mahiyyəti və örtə bilməyəcəksən bunlarla. İnsanda bir ləyaqət ola, bir şərəf ola, bir vicdan ola, bir gün elədiniz, 2 gün elədiniz, hər gün təxribat törədirsiniz, cəmaatın nifrətini oyadırsınız. İnsanlıq deyilən bir şeydə o yoxdur sizdə, o pay yoxdur. Və özünüz də bilmədən televiziyada Allah Taala sizin ağlınızı alır, həmin o şəxsi çıxardır, deyir, bəli, erməniyə biz qaz verdik. Bunu elə belə danışmadın ki, sənin ağlın aldı bu söz dedin.
həqiqətlərdən danışdınız. Mətbuatda çox şeylər gedib ermənilərlə əlaqədən. Çox şeylər gedib. Amma rəsmi formada kimsə bunu iddia eləməmişdir ki, bizim əlaqəmiz var. Humanizm prinsipləri əsasında güya addımlayırlar. Bəli, bura versən, necə havayı verirsən o qazı, öz xalqına da versən onun məscidlərinə, bu kəndə versən, biz deyirik ki, indi oradan planların var sənin. Necə bir tolerantlıq nümayiş elətdirirsən, nə nümayiş elətdirirsən məsələn. Amma biz görürük, sən bura qənim kəsilmirsən, cəmaatı qazsız saxlamsan, ermənilərə qaz verirsən. Bu nə anlam daşıyır? Bəli, biz milli kimliyimizi anlasaq, bizim xalqımız, Azərbaycan xalqı, dünənlərim çıxmayıb meydana tarixdə. Necə bu günlərim Türkiyədə, qardaş Türkiyədə hakimiyyətdə olan hakimlər deyirlər ki, biz Osmanlının varisiyik. Fəxr edirlər, qürur duyurlar, öz milli kimlikləridir. Haqları da var qürur duyurmağa. 600 illik imperiyadır. Haqları da var onu demək. Bəli, biz də deyirik, biz də Şah İsmailin Səfəvinin varisləriyik. Bizim tariximiz var, Şah İsmailimiz var, Şah Təhmasimiz var, Şah Abbasımız var, Cavad xanımız var. Bizim tarixi şəxsiyyətlərimiz var, bizim öz milli kimliyimiz var. Bugün bu cavanlara, gənclərə başa salmaq lazımdır. 20% torpağı işğaldan azad etmək istəyiriksə, Şah İsmail ruhiyyəsində olmalı bugün gənclər. Hüseyni ruhiyyədə olmalıdır. Əgər bugün xalqa öz milli kimliyini düzgün bir sattıra bilsək, onda inam isti formalaşacaq özünə. Təsəvvür edin, bir dənə gəncdir. O elə bilir ki, 20 ildir onun hakimiyyət dövləti var, 20 illik. Gör, nə qədər özün cılız hiss edir, inamsız hiss edir. Amma bir gəncə başa salanda ki, sənin tarixin var, sənin şəxsiyyətlərin olub, sənin Şah İsmailin olub, Təhmasinin olub, Cavadxanın olub, sənin böyük-böyük igidlərin olub, qəhrəmanların olub, sən elə-belə bir adam deyilsən, sən tarixlər görmüş, şərəfli ömür sürmüş, bir xalqın nümayəndəsən. Həmin o gəncə inam hissi yaranacaq onda. Düşmənə qarşı barışmaz ruhiyyə yaranacaq onda. Xalqın istər müsəlman dövlətlərindən gələn o casuslar olsun, istər qərbdən gələn casuslar. Hamısının qarşısına dayanacaq bu kimlik. Milli kimlik bilirsiniz nədir? Milli kimlik xarici qüvvələrin təsirini məhdudlaşdırır. Fərq etməz, bizim müsəlman dediyimiz ölkələr, İslam dediyimiz ölkələrdən olsun, istər də ki, qərbdən olsun, Avropadan olsun. Bir xalq öz milli kimliyini tanıdısa, öz milli kimliyi tanıdandan sonra, biləndən sonra, xarici qüvvələr ora rahat təsir edə bilməyəcək. Onu alladıb, onun beyninə nələrsə ata bilməyəcək. Çünki bir insan bilsə ki, onun tarixi şəxsiyyəti Şah İsmaildir, Şah İsmail nələr eləyir, onun dövlətçiliyi olub, heç vaxt dövlətinə xəyanət etməyəcək. Amma bilsə ki, dünənlərim çıxıb dövlət anlayışı bilmir nədir, o dövləti necə Eldar Mahamudov satıb elə satacaq. Necə satıblar da bunlar, dövlətimizi satıblar. Dövlətin təhlükəsizliyini qoruyan orqanın rəhbəri satqınsın. Vətənə xəyanət edir. Bizi indi necə ittiham edərlər? Hələ bunun xalqa hesabatını verin, sonra gəlin dindarı terörist kimi göstərin.